Salam, söz maşınına baxırsınız. Bugünkü qonağımız Əflatun Əsədov. Xoş Salam. gəlmisən Əflatun. Salam Tural, salam Seymur. Xoş gördük. Çox sağ olun ki, dəvət eləmisiniz. Maraqlı veriliş olacağına əminəm. Biz də əminik. 100%. Mən sözlərimi nə deyirsən ki? Zoram, belə yəni. Əflatun, biraz özün haqqında danış. Nə işlə məşğulsan, neçə ildir buradasan? Mən Əflatun Əsədov, 11 ildir, daha doğrusu 2011-ci ildən bəri Amerikadayam, artıq 15-16-cı ilmə girirəm. Amerikada bir çox işlərlə məşğul olmuşam, daha çox biznes sahəsində fəaliyyət göstərmişəm, amma biznes haqqında heç bir, yəni təhsil almamışam əslində. Azərbaycanda Tibb Universitetini bitirmişəm. Ondan qabaq musiqiçi olaraq fəaliyyət göstərmişəm. Yəni 2 musiqi məktəbi bitirmişəm və sanki musiqiçi olacam deyə inkişaf eləmişəm. Amma ondan sonra keçdik Tibb Universitetinə, oranı bitirdik. Ondan sonra Amerikaya gəldim. Yəni demək olar ki, 2 saatın içində verilmiş bir qərar əsasında 1 aydan sonra Amerikadaydıq. Gəldik. O gələn, bu gələn elə burdayıq. Müxtəlif işlərlə məşğul olmuşam dediyim kimi. İndi daha çox real estate, yəni əmlak alışı, satışı, yatırımı, məsləhətçisi sahəsində çalışıram. Bir neçə gün əvvəl necə deyərlər, vəzifəmə bir vəzifə də qatılıb, bir böyük şirkətlərdən biri, orta çaplı deyək, 50-100 milyon dollar arası Amerikada orta çaplı sayılır. Belə bir şirkətlərdən belə bir şirkətlərdən birində alış və satış konsultantı olaraq artıq rəsmi olaraq işə başlamışam, öz işimdən əlavə olaraq. Yəni belə maraqlı həyat keçirdiyimi düşünürəm. 37 yaşım var və bu 37 ilin içinə çox fərqli sahələr yerləşdirdiyimə görə həyatım həmişə maraqlı keçib. Əla, sənə iş həyatında uğurlar. Çox sağ ol. Əflatun, 2011-ci ildə Amerikaya gəldin. Yəni təəssüratın necə idi bura? İlk dəfə nə çətinliklərlə rastlaşdın? Nələr var idi onda? 2011-ci ildə Amerikaya gələndə heç nə yox idi. 2011-ci ildə çox çətinliklər gördük. Biz o vaxt gələndə bura heç bir hazırlıq görməmişdik və burada tapmamışdıq, yəni adamlar tapmamışdıq ki, bizə kömək eləsinlər falan və ingilis dilini də bilmirdik. Bir dostumla gəldik, əli ilə. Gəldik, düşdük Amerikaya, o cavanlığın verdiyi o cəsarət əsasında ki, biz eləyərik. Cəmaatı Sibirə göndərirlər, orada cəmaat baş çıxardır, Amerikada baş çıxarda bilməyəcəyik. Elə də oldu, yəni şükür Allaha, həyatımızı çox gözəl şəkildə də qurduq. Amma çətinliklərimiz çox oldu. Məsələn, ingilis dilini bilmirdik deyə iş tapa bilmirdik. Sonra ilk iş tapdıq, gördük ki, məsələn, o vaxtlar bir həftəyə 300 dollar pul qazanırdıq, full time işləyib. Baxdıq ki, 300 dollar bizə sərf eləmir, yəni heç bir, necə deyərlər, xərclərimizi ödəmir. Ondan sonra ikinci işi tapdıq və eyni gündə 23 saat işləyirdik. Məsələn, həftənin 6 günü 23 saat işləyirdik, 1 saat yatırdıq, təzədən qalxırdıq, 23 saat aktiv şəkildə və gündə hardasa bir 18-19 mayl velosipedlə işə gedib gəlirdik. Bu oldu bizim ilk 3-4 ayımızda. Ondan sonra artıq Amerikanı öyrəndik, harda iş tapa bilərik, nə edə bilərik, biraz ingilis dilini öyrəndik. Və keçdik biraz daha rahat işlərə və yaxud da maşın aldıq, hansı ki o maşın bizim zamanımıza bir 3 saat, 4 saat, 5 saat qatdı, artıq yata bilirdik. Sonra biraz öyrəndik başqa işlərə. Sonra əvvəl Rhode Islandda yaşayırdıq, köçdük Massachusettsə. Massachusettsdə köçəndən sonra Azərbaycanlı uşaqlarla burada tanış olduq. Sonra onlarla işə başladıq. Onlar bizə ortaqlıq təklif elədilər. Onlarla bərabər böyüdük. 4 ştatda 14 business location sahəmiz oldu deyək. Store, necə deyirlər, mağazamız. Sonra 2018-ci ilə 2013-cü ildən 2018-ə qədər o işlə məşğul oldum. 2018-də artıq bir gecənin içində qərar verdim ki, bu işdən də çıxmalıyam. O işdən çıxdım, başqa onlayn bir iş açdım.
Yenə servis xidməti idi. Onu da 2022-ci ilə qədər davam elətdirdim. 2022-ci ildə də bir gecənin içində yenə qərar verdim ki, o işi də buraxıram və keçirəm real estate sahəsinə. Və elə də oldu. 2022-ci ildən real estate sahəsində, əmlak sahəsində fəaliyyət göstərirəm. Ümumiyyətlə mən çətin qərarları və yaxud da o həyatımda olan ciddi qərarları çox tez verirəm. Heç düşünmədən verirəm. Çünki çox düşünəndə o qərardan daşınmış olursan çox vaxt. Ona görə elə ciddi qərarları çox tez verirəm, amma məsələn çox xırda qərarları uzadıram. O da yəni bir vərdiş halına gəlib artıq ki, çünki xırda qərarlar, kiçik qərarları vermək əslində bir çox insanlar kiçik qərarların üstündə o qədər baş sındırır ki, böyük qərarlar verməyə zamanları qalmır. Mən amma əksinə edirəm. Böyük qərarı çox, yəni bir günün içində verdiyim çox ciddi qərarlar olur və bilmirəm indi öz cəsarətimə mi güvənirəm, yoxsa biliyimə, savadıma, yoxsa nəyəmi, yoxsa dəli cəsarətimi. Qərarı verirəm, ondan sonra artıq fikirləşirəm ki, bunu necə eləmək lazımdır və elə də davam edirəm həyatımı. Səncə Əflatun yaxın gələcəkdə növbəti bir deyirsən, axşam yatdım, səhər oyandım, qərar verdim. Bu real estate sahəsində bu cür, yəni dəyişəcək bir sahə ola biləcəkmi? Yəni hər hansı bir başqa sahəyə? Əminəm ki, olacaq. Çünki Bunu istisna eləmirsən. Hə, istisna yoxdur heç vaxt. Çünki mənim xarakterim yəqin ki, belədir. Bir şeyi hardan baxsam 5-10 il elədikdən sonra, onun artıq tam dadını çıxardıqdan sonra və fikirləşəndən sonra ki, artıq mən burada gəldim, çatdım yuxarıya, buradan o tərəfəsi yoxdur. İstəyirəm özümü başqa sahələrdə necə deyirlər ona, yoxlayım. Məsələn, real estate-i də indi, məsələn, real estate-ə girəndə özümə bir qərarlar verdim də, indi otururam indi, qərarı verəndən sonra fikirləşirəm ki, bunu necə eləyək. Real estate biraz başqa sahələrdən fərqli olaraq çox belə uzun sürən, belə yavaş hərəkət edən bir sahədir. Ona görə özümə biraz daha uzun vaxt verdim. Məsələn, 45 yaşıma qədər özümə vaxt vermişəm ki, bu real estate sahəsində gələ biləcəyim nöqtənin ən yüksəyinə gələcəm. 45 yaşında artıq nə olacaq bilmirəm, təxmini olaraq bilirəm nə olacaq, amma dəqiq qərar verməmişəm ki, o nə olacaq. 45 yaşımda artıq inşallah real estate-dən çıxıb fərqli bir sahə olacaq. Yenə biznes sahəsi olacaq. Yenə çünki mənim bu illər boyu öyrəndiyim sırf biznes, insan ilişkiləri, nə bilim problemlərin həlli falan bu sahələrdə olduğuna görə çox güman ki, bu sahədə bir şey olacaq. Amma bilmirəm dəqiq nə olacağını. Bu yaxınlarda bir şərh oxumuşdum. AI ilə bağlı bir ümumiyyətlə videoydu. Orada bir nəfər şərh yazmışdı ki, bəs 24 il real estate olaraq, yəni bu sahədə yəni canımı qoymuşam deyir də, yəni həyatımı qoymuşam. Amma AI hal-hazırda bütün yəni işimi əlimdən alıb. Yəni bunun təhlükəsi hiss eləyirsənmi yəni artıq üzərində, yoxsa sənin sahən və yaxud sənin yönəmin biraz fərqlidir? Onu indi düz mən elə o qədər necə yazılmışdı elə də dedim sənə. Ola bilsin o hər hansı bir başqa bir qolundadır real estate, hansı ki AI orada birbaşa bunun işin əlinə alıb. Amma hələ də qalan sahələr var ki, ora AI ya girməyib, ya hələ və yaxud da heç vaxt girə bilməz. Elə sahələr çoxdur. AI girəcək və yaxud da heç vaxt girə bilməz və AI-ın girə bildiyi sahələr də var. AI bu dəqiqə elə bir şeydədir ki, bu mövzu açıldı. 2 ayda özümü bir AI bubble'ının içinə salmışam. Bu AI-yı sırf elə xəbərlər mənim də qabağıma çıxdığına görə mən də AI-ın üstündə mən bu AI-yı mən öz işimə necə əlavə eləyə bilərəm, aid eləyə bilərəm və yaxud da sala bilərəm. 2 ayda özümə bir sistem yaratmağa çalışıram ki, mənim də agentlarım olsun, o agentlar işləsin mənim üçün falan filan. Asan bir proses deyil əslində. Nəyə görə deyil? İndi bunu AI videosuna çevirmək istəmirəm, amma bir çox vaxt indi düzdür, ChatGPT-dir, Cloud-dur, Perplexity falan filan bunlar hamısı gözəl toollardır. Amma bunların heç birisinin məsəl üçün davamlı yaddaşı olmadığına görə o AI-yı bir şəkildə implement eləyəndə sən öz işivə
bir müddətdən sonra, bir həftə, 2 həftədən sonra AI yaddaşını itirir. Yaddaşını itirir və nə üçün işlədiyini unudur. Mən məsəl üçün o problemləri gördüyümə görə öz yaratdığım sistemdə, modellərdə o daimi yaddaş problemini çözürəm və AI-lara daha çox şey verirəm. Niyə, nə üçün, necə suallarını verməyi öyrədirəm ki, o sualları verə-verə işi görsün və daimi yaddaşı olsun ki, bu daimi yaddaşdan hər zaman istifadə edib özünün yadına salsın və bir neçə layer qoymuşam. Nəysə, bu AI videosudur. Amma AI-ın, bəli, AI bizim sahəyə də təsir eləyir. Hətta Floridada bir deal oldu. Adam, daha doğrusu satış oldu. Adam evini sıfırdan AI vasitəsilə, ChatGPT vasitəsilə sıfırdan başladı və o instruksiyaları izləyə-izləyə evini satdı. Bu xəbərin ən gözəl tərəfi idi, hamı bundan danışırdı. Amma bir neçə həftə sonra xəbərin o birisi tərəfi çıxmağa başladı üzə. Sən demə, bu adam bunu tamam ChatGPT ilə bunu eləyir, amma bu real estate məsələsi elə bir şeydir ki, bu tango kimi bir şeydir. Bir nəfərdən asılı olan şey deyil. Yəni burada müxtəlif insanlar var. Deyək ki, satıcı var, alıcı var, satıcını təmsil edən agentlar var, agentların işlədiyi attorneylər var, vəkillər var ki, legal məsələləri həll eləyir. İndi bu adam deyək ki, ChatGPT-dən istifadə eləyir, evini satır. Amma bunun işlədiyi qarşı tərəf ChatGPT-dən istifadə eləmir və yaxud da kimsə deyək ki, bu canlı bu işləri görməlidir. ChatGPT o tərəfini görə bilmir. ChatGPT və yaxud da ChatGPT deyirik, amma 1000 dənə fərqli toollar ola bilər. Bunlar sadəcə bu dəqiqə məsləhət xarakterli işlərdə daha yaxşıdır və mənə elə gəlir ki, sadəcə o kağız-küğüz işləri ki var, onların azalmasına kömək eləyəcək və o sahələrdə olan insanların işlərini əllərindən alacaq. Amma deyək ki, biz indi ev tikirik. Ev tikirik, bu AI modelləri gəlib ev tikən deyirlər. Hələ ki, ən azından Amerikada Avropada falan bəzi modellər istifadə edirlər də AI ilə ev tikmək, amma Amerikada bunun olması növbəti 20 ildə mümkün deyil. Mənim də olduğum sahə daha çox real estate, alış-satış var, amma bunun daha böyük hissəsi məndə investisiyalardır, yeni tikililərdir falandır və bu sahələrdə inanmıram ki, hər hansı bir AI gəlib bizim rollarımızı əllərimizdən alsın. Aydındır, çox sağ ol. Əfadın, sən böyük şirkətdə özün necə menecersən də. Bu yerə consultant. Bu yerə sən necə gəldin? Yəni çünki bu işdə çox adam var, amma hamı da yəni belə bir iş təklifi, nə də ki, belə bir iş görmür də. Yes. Səndə bu necə oldu? Bunu özümü hazırladım. Onu düz deyirsən ki, real estate sahəsinə, əmlak sahəsinə girmək istəyən çox adamlar var. Amma təəssüf ki, o adamlar heç vaxt planlı şəkildə buna yanaşmırlar. Planlı şəkildə yanaşmamalarının səbəbi də odur ki, o plandan xəbərləri yoxdur. Necə yoxdur? Məsələn, deyək ki, sən real estate sahəsinə gəlmək istəyirsən və real estate sahəsində maksimum gördüyün nədir? Filan kəs bir dənə ev göstərdi, ona bir dənə baxım, klik eləyim, like eləyim. Və yaxud da filan kəs, mən də demək ki, bu iş yapır, mən də bunun kimi gedim evlərdə şəkil çəkdirim və yaxud da şey eləyim ki, bura bombadır, falandır, filandır. Bu ilk gələn real estate agentlarının, bu sahəyə gələn insanların ən böyük elədiyi səhvlərdən biridir. Çünki belə bir şey var. Bu algı məsələsi var da. Bu algı məsələsini insanlar sənin qarşındakı insanın o alması üçün, onu qəbul eləməsi üçün sən o səviyyəyə gəlib çatmalısan. O səviyyəyə indi olsun səninlə danışıram və yaxud da müştəri ilə və yaxud da o şirkətin rəhbəri ilə danışıram. O insanlarla sən danışanda, o insanlar səndə, sənin o deyirək qabında nə var? O qabında nə olduğunu bilməlidir birinci ki, sənə də şərait yaratsın ki, hey, səndə qabında nəsə var, gəl bir yerdə işləyək və ya nə isə. İndi mənim gəlməyimin səbəbi, mən real estate-ə gələndə indi biznes sahəsindən gəlirdim. Özümə oturdum və fikirləşdim ki, okey, bu sahədə mən necə inkişaf eləyə bilərəm və bu sahədə deyək ki, 50 ildir, 60 ildir, yəni inkişaf eləmiş, ad qazanmış insanlar var da, real estate agentlar var, brokerlar var, yatırımcılar var. Mən bunlarla necə şey eləyə bilərəm, rəqabət apara bilərəm.
Mənim əlimdəki nə özəlliklərim var. Onları bir özüm üçün qoydum qabağıma ki, okey, mən satışı bilirəm, biznesi bilirəm, insan ünsiyyətində çox əlayam falan filan. Bunlar mənim əlimdə olan o deyək ki, kartlar idi. Amma mənim çatışmayan tərəfim real estate sahəsində, əmlak sahəsində heç bir biliyim yox idi. Okey, dedim o zaman mən əmlak sahəsindəki biliyimi bağlasam, o birisi o özəlliklərimlə də bunları birləşdirsəm, demək ki, mən əmlak sahəsində olan bir çox agentdan, bir çox brokerdan daha qabağa getmiş olaram. Çünki onların öyrəndiyi deyək ki, təcrübə ilə çoxsu öyrənib və çoxsu da sadəcə zaman olaraq sistemin içində olduqlarına görə burada hələ də qalıblar. Amma bir çoxu bu qədər ciddi şəkildə bunun təhsilini alın falan filan belə şeylər yoxdur. So, özümə bu qərarı qoyandan sonra bir il oturdum evdə, bir il heç bir şey eləmədim, işləmədim, yəni heç bir şey eləmədim də evdə. Və ancaq oxudum. Əlimə nə qədər kitab düşdüsə real estate sahəsində, bir 80-ə yaxın kitab, özün inkişaf sahəsində, biznes falan filan. Getdim podkastları dinlədim, sonra getdim məsəl üçün insanlarla görüşdüm. Hansı ki bu sahədə tanınmış insanlardır, iş görmüş insanlar. Bunlarla bir il müddətində artıq həşir nəşir olduqdan sonra, bu bilikləri də əldə edəndən sonra baxdım ki, məndə yetərindən daha çox bilik var artıq, təcrübə yoxdur indi. Amma təcrübə də necə onu bağlamaq olar? Təcrübə üçün mənim başqa özəlliklərim var ki, o bayaq sadaladığım, mən biznesdən başım çıxır, insanlardan başım çıxır falan filan. Bunları mən real estate şeylə birləşdirəndə, üstünə də biraz analitik qabiliyyətimi qoyanda artıq insanlar baxdılar ki, bu insan bu işi bilir, bu ilə işləmək olar. Və elə də oldu ki, bu şirkətlə, o konsaltant olaraq atandığım şirkətən tanıyırdıq bir-birimizi, amma əvvəl iş gərəyi heç bir qarşı şeyimiz yox idi, alıb verəcəyimiz yox idi. Sonra bir-iki yerdə projelər elədik bir yerdə və ona bir neçə yerdə kömək elədim. Ondan sonra baxdı ki, okey, sən mənə mənim 20 illik işlədiyim agentlardan daha çox kömək eləyirsən, gəl elə bizim şirkətin konsaltantı ol. Biz hər şeyi sənin üzərindən alışdı, satışdı, hamısı sənin məsləhətlərindən olsun. Mən dedim ki, okey. Yəni, belə oldu, buralara gəldik. Mən bu sahəni yəni çox da izləmədiyim üçün ola bilsin sualım biraz tam dəqiq səslənməyə bilər, amma digər tərəfdən də mən öz biznesimi quranda səndən zaten elə ilk günlərində deyərdim ki, danışmışdıq, call falan eləmişdik, yəni tanışlıq eləmişdik bir-birimizə. Yəni o vaxtdan yəni bir növ səni izləmiş sayıla bilərəm, yəni özümü saya bilərəm. O gündən bu günə hansı ki, harca bir ildən çox vaxt keçib artıq. Şəxsən özümün gördüyüm çox, yəni sən tərəfdən çox dəyişikliklər baş verib, müsbəti doğru. Mənə maraqlı gələn odur ki, bu sənin şəxsən olan təşəbbüsündür ki, okey, mən yenə nəsə eləyim, bəlkə nəsə gələr, yoxsa artıq sənə qarşı yaranmış bir tələbatın əvəzində sən verdiyin bir, deyək ki, məhsuldur, nə bilim, proyektlərdir, bir geri dönüşdür. Təşəbbüs həmişə sənin özündən gəlir. Heç kim səni məcbur eləmir ki, sən nəyisə gəl elə. Zorunda mıyım? Zorunda mıyım? Zorunda mıyım? O təşəbbüs səndə insanlar o işığı görməlidirlər ki, səni ilə işləmək istəsinlər və yaxud da sənə şərait yaratsınlar. Və Amerika o sahədə çox maraqlı bir yerdir. Düşünə bilərik ki, kimsə öz, yəni, nə deyirlər ona, qara qaşıva, qara gözvə o aşiq olub da sənə bir şey eləmir də. Hamının buradan bir çıxarı var. Məsələn, o dediyim o şirkətin rəhbəri də baxır ki, okey, mən gedib başqa bir adamla işləyəndə, bu adam mənim üzərimdən ancaq pul qazanmaq istəyir və mənə deyək ki, bir ev aldırdı. O evdə o evi əgər düzgün analiz eləmirsə, deyək ki, o şirkət rəhbərinə o 100 minlərlə dollara başa gəlir. Yəni, əlavə xərcə başa gəlir. Amma mən nə edirəm? Mən deyirəm ki, okey, mən buradan sənə bunu satsam, 20 min dollar, 30 min dollar buradan deyək ki, qazancım ola bilər, düzdürmü? Amma mən deyirəm ki, mən buradan 20 min götürərəm, amma sən mənlə bir də işləmək istəmərsən.
Çünki gələn dəfə deyəcəksən ki, necə oldu sən o səhvi görmədin, indi mənə təzədən ev satmaq istəyirsən və ya nə isə. Bu artıq biraz şeyə girir də, yəni daha çox öz mənafeyini qorumağa girir. Mən də çalışıram ki, biznes gördüyüm insanlarla öz mənafeyimi onların mənafeyindən daha arxaya qoyum. Elə olan halda nə olur? Bunu yəni mən uzun müddətli düşündüyümə görə deyirəm, okey, mən bu günlərim buna bir ev almaya bilərəm və ya məsəl üçün 15 dənə evi almamağa qoyaram, amma bir ev alaram. O bir evi aldıqdan sonra doğru ev olduğuna görə o birisilərdə itirəcəyi pulların hamısının qarşısını almış olar. 2, mən bu insanın inamını qazanmış olaram və bu insan deyək ki, bundan sonra nə qədər ev alacaqsa mənlə alar. Yəni o ilkin o bir şey var, test eləyirlər, uşaqlara cookie qoyurlar qabaqlarına ki, görək kim və müəyyən olur ki, o gözləyə bilən insanlar daha sonralar daha başarılı olurlar. İndi bu da o kiçik uşaqların üstündə qoyulmuş bir testdir, amma insan insandır. Biz də o kiçik uşaqlarıq ki, böyümüşük, indi böyük insan olmuşuq. Biraz o instant gratitude deyilən bir şey var ingilis dilində, o instant gratitude ani, yəni tez əldə etmək hissi bir şeyləri, belə izah eləyək bunu. Onu biraz gecikdirməyə çalışanda insan daha uğurlu olur, nəinki bugün olsun, bu dəqiqə olsun, sabahı düşünməyim. İndi sənin sualına gələndə, çox sağ ol izlədiyinə görə, bu təşəbbüslərin hamısı hər zaman dediyim kimi məndən gəlir. Yəni biraz workaholic insan xarakterim var. Yəni gecə saat 2-yə qədər, 3-ə qədər oturub işləyirəm, indiyə qədər də oturub işləyirəm, səhər saat 7-də qalxıram. Həyat yoldaşıma məsəl üçün soruşsaz deyər ki, çox maraqsız insansan. Amma yəni dünyada ən maraqlı insan elə özümü hesab edirəm. Çünki yəni nə iş görürəmsə ondan zövq alıram. Yəni gecə saat 2-yə qədər oturub bir iş görsəm belə ondan zövq alıram ki, okey, mən nəsə qatdım özümə. Və o da sənə imkan verir ki, daha çox eləyəsən. Demirəm, dünyanı dəyişirəm və yaxud da atom bombası hazırlayıram. Öz çapımda eləyə biləcəyimin ən maksimumunu eləməyə çalışıram. Əflatun, bir işə yatırım eləyəndə ilk orada nəyə baxırsan? Yəni ilk maraqlar nədir? Birinci, ikinci, üçüncü sıralama necədir? Bu dəqiqə yəni ki, real estate sahəsində deyirsən də, yatırım eləyəndə. Ümumiyyətlə istənilən işdə yatırım eləyəndə yatırımcının məqsədi nədir? Qoyduğu pulu artırsın və xeyir götürsün oradan. Bizim işdə də yəni eyni proses gedir. Yəni bura nə qədər pul qoyacağıq, buradan nə qədər xeyir götürmə ehtimalımız var, riskləri nədir və hansı deyək ki, variantlarımız var ki, burada bunu eləsək, belə bir şey o nəticə əldə eləmiş olarıq, bu birisini eləsək, belə bir nəticə əldə eləmiş olarıq. Amma sonunda hər şey gəlir maddi maraqlara çıxır. Çünki heç kim deyək ki, indi artıq mənim olduğum sahədə qiymətlər demək olar ki, yəni 500 min, 1 milyon dollardan başlayır. Heç kim o pulları yerdən yığmayıb ki, gətirsin bilmədiyi, əmin olmadığı bir sahəyə və yaxud da bir əmlaka yatırsın və ümid eləsin ki, buradan pul qazanacaq. Burada biznesdə ümid düzdür. Bəzi biznesdə, bir çox bizneslər ümidlə başlayır və çox uğurlu da ola bilir, olmaya da bilir. Amma real estate biraz ümid çox azdır burada. Daha çox qaydalardır, qanunlardır. Bunlara fikir veririk və ekonomik o gətirilərinə daha çox fikir veririk ki, bunu burada eləsək daha yaxşı olar. Yəni bu deyək ki, bu 1 milyon dolları biz burada mı istifadə eləsək daha yaxşı olar, yoxsa burada mı istifadə eləsək daha yaxşı olar? Onun qərarını verib artıq işə başlayırıq. Azərbaycanda bu işi görən, yəni ev alqı-satqısı ilə məşğul olan birisi, deyək ki, dil bilgisi də var, təcrübəsi də var. Yəni buraya köçdüyü halda eyni işi görə bilərmi? Çox bilməzsə də nə etməli? Əslində görə bilər, amma o gözləntiləri nədir və hansı müddətdə bunu eləmək istəyər, o məsələ var. Bu işin əsas tərəfi əslində işin o bütün incəliklərini bilmək də deyil.
bu işin daha çox tərəfi, çünki biz sonuçta insanlarla işləyirik. İnsanları tanımaq, buradakı kültürü tanımaq, buradakı deyək ki, ağdərili necə düşünür, qaradərili necə düşünür, ispaniklər necə düşünür, bunları tanımaq daha önəmlidir. Nəinki o işin incəliklərini bilmək. Azərbaycandan təbii ki, gələn insan, orada işi görmüş insan, orada investmentlər eləmiş falan, onların beyni zaten eyni sistemlə işləyir, eyni tərəfə işləyir. Amma burada artıq gəlib buradakı insanla o ünsiyyət tərəfində gəlib artıq ilişəcəklər. Çünki tamamilə fərqli düşüncələrdir burada. Ay sağ ol. O ən böyük çətinlikləri onlar olacaq və böyük çətinliklərdən biri də olacaq ki, okey, qanunları, buradakı lokal qanunları öyrənməlidir. O elə bir problem deyil. Yəni oturub, mən necə oturdum bir il içində kitablar oxudum, öyrəndim falan filan. O insan da istəsə oturub onu eləyə bilər. Amma o bir tərəfdəki o təcrübə ki, hansı ki illərlə gələn təcrübə, onu artıq o dediyim kimi o daha o gözləntilərini doğru müəyyənləşdirsə, bir 2 ilə, 3 ilə bunları eləyə bilər. Amma gözləntilərini doğru müəyyənləşdirməsə, çox güman ki, ilk bir ilin içində həvəsdən düşəcək. Deyəcək ki, bu iş mənlik deyil, burada bu işi görmək olmur, competition, yəni insan zaten bir işi görə bilməyəndə şikayətlərə başlayır və bütün şikayətlərin hamısı onun bunun üstünə atır, amma özündə günah görmür. Əgər bu gözləntiləri doğru müəyyənləşdirsən, yəni hər işi görmək olar. Bəs Əflatun, indi bu suala cavab verməyə də bilərsən, versən daha yaxşı olar. Yenə Seymur deyəcək, Tural pul söhbətinə girişdi. Zorunda mıyım? Deməli, məsələn, mən özüm də, məsələn, mənə maraqlıdır bu iş. Gedirəm, bir il ərzində oxuyuram, öyrənirəm və bu işə başlamaq istəyirəm də. Yəni, bunun aylıqmı, yoxsa illikmi, hər hansı bir deyə biləcəyim bir civar var ki, yəni məsələn bu işdə təxminən bu qədər qazanmaq olur, ya yoxsa demək istəmirsən məsələn? Yox, deyə bilərəm. Məsələn, mən bu işə girəndə, o dediyim kimi, o gözləntilərimi doğru qurduğuma görə özümə bir 5 illik plan qurmuşdum. Okay? O 5 illik planın birinci ilində ümumiyyətlə pul qazanmadım. Çünki real estate-in içindəyəm, agent license-ımı almışam falan, amma heç kim bilmir ki, mən bu sahədəyəm. Right? Çünki mən nə edirəm? Mən evdə oturmuşam, öyrənirəm, sahəni öyrənirəm. So, birinci ilimdə iş görmədim və bir çox insan deyirdi ki, məsələn, o vaxtlarım 2022-ci il idi, hələ də market dəyişməmişdi, reytlər hələ qalxmamışdı və hamı o real estate içində olan insanların əksəriyyəti çox yaxşı pullar qazanırdılar. Kiminlə danışırdımsa, məsəl üçün, filan kəs qaz vurur, qazan eləyir, qaynadır. Sən hələ ev sata bilməmisən, sən hələ insanlarda belə bir klassik bir şeylər var da. İndi məsələn o başqa insan olsaydı ona o baskı olardı. Mən şükürlər olsun ki, Amerikada o qədər şey görmüşəm ki, o baskılar mənə artıq təsir eləmir də. Yəni dediyim kimi 23 saatlar işləmişəm. Az qalsın 2 dəfə bankrapta olmuşam. Yəni bunun hər tərəfini gördüyümə görə mən o insanlara baxırdım, deyirdim ki, okey də, o sənin gördüyün tərəfdir bu sahəni. Amma mənim gördüyüm tərəfdə birinci ilimdə mən o evdə oturmalıyam, bunu öyrənməliyəm. Çünki bu sahədə heç bir məlumatım yoxdur. İkinci il gəldi. İkinci il artıq bir neçə ev satdım, aldım, satdım və toplamda $37.000 pul qazandım. Üçüncü il gəldi, 10 milyon dollara yaxın satış elədim və hardasa bir $150.000 üstündə pul qazandım. İndi 4-cü ilimi tamamladım. 4-cü ilimdə də eyni 10 milyon dolların ətrafında bir satış elədim. İndi 5-ci ilimdəyəm. 5-ci ilimdə artıq mənim ümid eləyirəm ki, bu əlimizdə olan projelər falan tamamlansa, toplam 25 milyon dollar satış eləməliyəm. Əgər yeni gələcək bir şeyləri nəzərə almasaq. İndi onlara baxanda, bəli, sən istəsən və bu sahədə mənim tanıdığım, bildiyim insanlar var ki, ildə 1 milyon, 2 milyon pul qazanırlar. Amma tanıdığım, bildiyim insanlar da var ki, maksimum 30 min, 40 min dollar hələ də pul qazanırlar il ərzində. Və ona görə də, məsələn, bunu biznes kimi deyil, sadəcə iş kimi baxanda buna, buradan pul qazanmaq çox çətindir. Çünki o qədər rəqabət var ki, çünki giriş çox asandır. Deyək ki, 40 saatlıq kursunu bitirirsən, getdin 2 saat imtahanı verdin, keçdin, lisensı aldın, sən oldun real estate agent.
Amma sən bilmirsən ki, növbəti addımların nə olmalıdır. O növbəti addımların nə olduğunu bilməyəndə nə olur? Gedirsən, girirsən bir brokerca işləməyə. Onlar deyir ki, okey, sən təzə agentsan, sən kiradan zaddan başlamalısan. Nə bilim kağız-küğüz işinə, get o evə lockbox qoy, nə bilim açarını aç, təmizliyə bax, gör, şəklini çək. Başlayırsan bu işlərlə. Sən də deyirsən ki, okey də bunlar deyirsə mən bunu eləməliyəm. Amma əslində sən yeni olduğuna görə və heç nə bilmədiyinə görə onlar bir növ səni istismar da eləmir də, sənə şərait yaradır ki, gəl burada işlə. Bacarığın varsa sən də sat. Amma o bir tərəfdən baxanda biraz istismar kimi çıxır və səni ruhdan salır. Çünki 1 il, 2 il, 3 il deyək ki, $30,000 və yaxud da heç pul qazanmırsansa il ərzində nə deyəcəksən? Gedib Uber eləyərəm, ayda $5,000, $6,000 pul qazanaram deyib və işdən çıxırsan. Və o zaman da sənin o deyək ki, planın var idisə və yaxud da ümidlərin var idisə, o ümidlərin qırılmış olur və o işdə uğurlu olmursan. Onları gərək görmüş olasan. Mən elə Fırat. Aha. Nədir? Aha. Fıratım, bəs bu lisans alma mərhələsi, prosesi necədir? Biraz da bu haqqda məlumat ver. Bəlkə indi kimlərsə bu iş maraqlı gələrsə. Lisans alma məsələsi çox sadə bir prosesdir. Dediyim kimi, insanlar bunu çox böyüdür. Amma yəni dediyim kimi 40 saatlıq bir kurs alırsan, onun 20 saatını online ala bilərsən, 20 saatını in person, yəni gedib orada oturmalısan dərsdə və yaxud da online açıb ən azından dərs gedə-gedə orada olmalısan. 40 saatdan sonra da gedirsən, deyəsən yadımda qaldığı qədər 90 dənə sualdır. O suallara cavab verirsən. 75%-nə doğru cavab verəndə, 75 dənə suala doğru cavab verəndə keçirsən. Yəni bu qədər sadə. Çox sadə. Hətta mənim məsələn bu lisensı maşın sürə-sürə almışam. Yəni lisensı deyil də o dərsin, o 40 saatlıq dərsi sırf maşın sürə-sürə, qulaq astım, 40 saatımı tamamladım, getdim, oturdum, imtahanı verdim, aldım. Yəni çox giriş çox sadədir, çox asandır, amma burada baş çıxarmaq artıq o çətindir. Yəni artıq baş çıxara bilmişəm, yəni kimi bir hissində, yəni özü hiss eləyirsən, yoxsa elə yox? Bir növ hiss eləyirəm indiki durumuma görə. Yəni deyək ki, mən indi artıq 4-5-ci ilimdəyəm də real estate-də. Bu gün olduğum duruma görə mən özümü baş çıxartmaq hiss eləyirəm və hətta müqayisə eləyəsi olsaq, mən bir çox insandan 10 il, 15 il bu sahədə olmuş və ya broker olan insanlardan daha çox aktivəm. O cəhətdən yes, baş çıxarmış düşünürəm. Amma deyək ki, mən desəm ki, okey, mənə elə bu bəsdir, burada qalım. Burada qalım dediyiniz anda zaten arxaya getmiş olursunuz. Ona görə məsələn çalışıram ki, özümü daimi inkişaf elətdirim. İndi məsəl üçün AI haqqında söhbət düşdü. AI-yə əlavə eləyim bu işə, sonra başqa bir şey çıxar, onu bir əlavə eləyim. Bir yeniliklər gətirim ki, mən sabah işlədiyim insanlar da desin ki, hə, o birisi adamların hamısı elə 20 il bundan qabaq necə işləyirdisə elə işləyir, amma bu insan yenilik gətirir. Hər dəfə bir başqa bir şey yaradır. O artıq məni daha qabaqlara aparmalıdır. Bu teoridir. Teorinin həyata keçməsində artıq zaman lazımdır ki, onu səbirlə gözləyək və görək ki, həqiqətən biz daha yaxşı, daha böyük işlər görə biləcəyik, yoxsa yox. Aydındır. Bəs işdən okey, deyirsən gecə saat 2-yə qədər işləyirsən, sonra deyirsən yoldaşın səni maraqsız adam kimi təqdim eləyir. Amma yəni işdən xaric maraqların, yəni varmı, hobbilərin, aktivlik, yəni hər hansı bir aktivlik edirsənmi? İşdən əlavə eləyirəm, çalışdığım qədər cimə getməyə çalışıram. Biraz aktiv saxlayım özümü. Velosiped sürürəm, dağ velosiped sürürəm. Ən azından həftədə bir dəfə, vaxt olanda 2 dəfə, 3 dəfə dağ velosipedi sürməyə çalışıram. O insanı daha çox aktiv saxlayır. Belə hobbilərim əslində çoxdur və deyək ki, indi 37 yaşım var indi. Bu vaxta qədər çox işlər gördüyümə görə bildiyim şeylər də çoxdur. Məsələn, heç vaxt darıxmıram, məsələn. Biraz baxdım ki, darıxıram, gedirəm tarımı götürürəm, tar çalıram.
Və yaxud da nə oldu? Biraz darıxdım, getdim velosiped sürdüm. Biraz darıxdım, gedib başqa bir işlə məşğul. Yəni darıxmağa düzünü desəm heç nə vaxt qalır. Bir çox insanlar soruşur ki, 15 ildir burdasan da, Azərbaycan haqqında darıxmırsan. Deyirəm heç darıxmağa vaxt olur ki. Səhər durdun, getdin uşaqla məşğul oldun, məktəbə apardın yeməyi, içməyi, sonra öz işlərinlə məşğul ol, sonra o məktəbdən gəlir, sonra onun nə bilim after school aktivitetləri var falan filan. Onlar yatandan sonra da oturursan, full fokus öz işinlə məşğul olursan ki, okey, zaten saat 9-dan sonra zəng gəlmir, heç kim narahat eləmir. Artıq mən öz işlərimə fokuslana bilərəm. Yəni belə darıxmağa vaxt olmur. Hansı günlərdə tarif edirsiniz? Belə olur, hansı bir kimsə dostlarına, özün hansı bir məclisində durdun, çaldın? Yox, tarı ancaq özüm üçün istifadə eləyirəm. Yəni öz zövqümü, öz sarı simimə toxunmaq üçün istifadə edirəm və tarla mənim maraqlı bir münasibətim var. Məsələn, olur ki, ildə bir dəfə adama bir hiss gəlir, o hissin adını qoya bilmirsən. Yəni heç cürə başa sala bilmirsən ki, haran ağrıyır deyirsən, heç yerim ağrımır. Nə problemim var, problemim yoxdur falan filan. Amma bir boşluq kimi özünü hiss edirsən. Bax, məsələn, mən o tarla münasibətim elədir ki, o boşluqlara düşəndə tarı götürürəm, bir 30 dəqiqə, 1 saat tar çalıram. O tar mənə o bütün o enerjini verir. Ondan sonra getdi bir 6 ay, 7 ay tara əl vurmuram. Və ya 1 il tara əl vurmuram. Təzədən o elə bir proses başlayanda gedirəm tarı götürürəm, tardan bir enerji alıram. Təzədən o 1 il tarı qoyuram o bir tərəfə. İstəyərəm hər gün çalım, amma nədənsə hər gün də çala bilmirəm, o commitmenti eləyə bilmirəm. Amma bu şeyi, ximikanı sevirəm ki, o ən down vaxtlarımda bilirəm ki, heç nə mənə qaldıra bilməsə, tar mənə ayağa qaldıracaq. Mən son 2 ayda tarla bağlı bir sevgi yaranıb, yəni YouTube-da qoşuram maşın sürəndə remixini aldım, tar remix yazıram. Yəni qulaq asıram da baxıram ki, həqiqətən belə yəni qulaqda, yəni belə yəni sevgi ötürən bir yəni musiqi sənətidir. Bundan da əlavə bayaq sual verə bilmədim. Başqa bir ştatda köçüb də yəni bu işi davam etdirmək istəyirsən, yoxsa ancaq elə bu ştat, yəni məsələn başqa bir ştata köçmək kimi bir niyyətin var gələcəkdə? Gələcəkdə bəlkə ola bilər. Bir neçə il bundan qabaq bu Covid vaxtı dəb düşmüşdü ki, hamı Floridaya falan köçürdü. Onda biz də getdik bir 4-5 dəfə Floridanın fərqli yerlərinə, kəşfiyyat xarakterli ki, harda yaşamaq olar falan. Amma sonuçda qərar verdik ki, elə Massachusetts ən yaxşı yerdir. Çünki indi mənim olduğum durum fərqli bir durumdur. Burada bizneslə məşğul oluram. Hansı ki, mənim biznesim sırf tanıdığım ərazilər, tanıdığım insanlar, bu sosial dəstəyə hesablanmış bir biznesdir. İkincisi, oğlumun 8 yaşı var, onun məktəbi var falan filan və bildiyimizə görə də elə Massachusetts Amerikanın ən yaxşı məktəb sistemi olan, səhiyyə sistemi olan yerlərindən biridir, ən təhlükəsiz yerlərindən biridir. Onu da düşünürsən ki, okey belə. Sonra nə bilim dostu, tanışı falan filan bunların hamısını ortaya qoyanda deyirsən ki, elə burada qalım, gəzməyə gedərəm, başqa ştatda yaşayaram, sonra qayıdıb gələrəm. Və yaxud da başqa bir yerə gedirsən, Kaliforniyaya çıxmaq şərtilə, Kaliforniyanı çox sevirəm, amma başqa yerlərə gedirsən, gəzirsən, qaydanda elə deyirsən ki, nə varsa Massachusetts'dədir. Yəni tamamilə fərqli bir yerdir Amerikanın başqa yerlərinə nisbətən. New York tamamilə fərqli bir yerdir, amma New York çox qarmaqarışıqlıq olduğuna görə sevmirəm. Florida özü məsələn Miami deyə, indi Florida çox böyükdür. Miami tamamilə fərqli bir yerdir, amma Floridanın başqa yerlərinə gedirsən, deyirsən ki, bunlar 50 il, 60 il geridə qalıb ki. Və ya Orta Amerikaya getsən, onlar daha geridə qalmış kimi hiss eləyirsən. Amma Massachusetts'də demək olar ki, hər şey var. Məsələn, səhiyyəsi buradadır, təhsili buradadır, insanların səviyyəsi tamamilə fərqlidir, düşüncələri fərqlidir, təhsil səviyyələri fərqlidir falan filan. Bunları düşünəndə deyirsən ki, yox elə buradanı nə qədər də bəyənməsək də, elə salamatı buradır. İşində hər hansı bir maraqlı bizə danışacaq hadisələr və yaxud hadisə olubmu? İşimdə maraqlı hadisələr çox olur və
Yadda qalan. Ay sağ ol. Yəni hər aldığım, satdığım o prosesin özü Elə maraqlı. elə maraqlıdır. Hərəsinin özünə o aid bir şeyləri çıxır ki, deyirsən ki, bunu heç vaxt düşünməzdim, bu da oldu. Keçən dəfə bir ev alırıq. Daha doğrusu eyni zamanda 2 dənə yatırım məqsədi ilə ev alırıq. Bir dənə sual əlavə verim, elə hamısını bir yerdə cavablayır da. Və bu sualların içində bir dənə cavablaya da bilərsən ki, və satdığın ən bahalı evin qiyməti. Aha, yaxşı. Deməli, yatırım məqsədi ilə 2 fərqli yerdə evlər alırıq. Mən də təsadüfən o ərazidəyəm, başqa bir evə baxıram, tikdiyimiz bir evlərdən birindəyəm. Birdən zəng gəlir və baxıram ki, o aldığımız evlərdən birinin agenti bağırır telefonda. Ki, sən necə belə eləyə bilərsən falan deyirəm. Ay David, nə olub, qadan alaram. Yəni bir sakit ol. Güya bilmirsən nə olub falan deyirəm. Ay kişi, bilmirəm də nə olub. Yəni bir başa sal görüm nə olub. Zaten səsli də yerdəyəm, bunu da eşidə bilmirəm falan. Nəysə çıxdım çölə, deyir, bəs adamlarını göndərmisən ora şey eləyirlər. Evi qazırlar həyətini. Deyirəm, necə qazırlar? Evi də almamışıq hələ. Kontraktdadır, amma almamışıq və almadığımıza görə heç bir iş görə bilmərik də təbii olaraq. Sən demə, bizim bu aldığımız evin, daha doğrusu aldığımız evdə görüləcək işi gedib alacağımız evdə eləyiblər. Evin içində adam var, gediblər suyunu kəsiblər, qazını kəsiblər, işığını kəsiblər falan. Getdim də ora baxdım ki, əməli var ki, kəsiblər də, yəni qırğın, qiyamət. Nəysə, bir təhər yoluna qoydum məsələni. O bayaq dediyim o şeyə gəlir ki, bu işin ən böyük hissəsi o insan ilişkilərinə, insanlarla o danışıqlara gəlir, çıxır. Məsələn, mənim o elə bir təcrübəm olmasaydı o birisi işlərimdən ki, problem həll eləmək təcrübəm olmasaydı, orada özümü itirərdim, bilməzdim nə edirəm və daha da screw, Amerikalılar demiş, o screw eləyərdim, yəni daha üzünə gözünə bulayardım onu. Amma elə bir təcrübələrim qabaqcına olduğuna görə mən o David'e orada elə bir şərait yaratdım ki, ey David, yəni olan şeydir, narahat olma falan filan deyə problemi yerinə qoydum və suyunu da bağladıq, işığını da bağladıq. Və belə bir dənə maraqlı hadisə. Amma dediyim kimi hər o aldığımız, satdığımız prosesin özünün bir maraqlı nüansları olur. Əflatun, çox sağ ol gəldin, suallarımızı cavabladın. Təşəkkür edirəm sənə. Mən təşəkkür edirəm dəvət elədiyinizə görə. Ümid edirəm ki, qlobala düşərsiniz. Biz də, yəni düşünürük bu videoda qlobaldayıq. Sizin yəni maraqlı verilişdir. Baxırıq, izləyirik, ailə ilə otururuq, güldanı qoyuruq falan. Amma şaka bir tərəfə. Çox sağ olun. Mən təşəkkür edirəm dəvət elədiyinizə görə. Ümid eləyirəm ki, işləriniz, uğurlarınız daha çox olar. Biz də baxarıq, sevinərik və bir daha gələrik, bir daha danışarıq. Çox sağ ol. Söz maşınına baxırdınız, növbəti verilişə də kənərik. Seymur, çox sağ ol.